Salam əleykum. 8-ci sinif reaksiya sürətinin bölməsinə aid olan testlərə baxırıq. Birincidə deyir ki, bizə reaksiya daxil olan və ya alınan maddələrin sürətini hansı vahidlərlə ifadə etmək olar. Gördüyünüz kimi reaksiyada birinci bərk maddə və qaz maddə var. Reaksiya daxil olan maddələri bərk və qaz olduğunu gördük. Reaksiyadan alınan maddə də qaz halındadır. Biz də bilirik ki, bərk maddələrdən qram bölünsün saniyə, qazlarda isə kub santimetr bölünsün saniyə vahidi ilə ifadə olunur. Cavabımız olacaq 1, 2, C bəndi. Mətbəxdə zəif yanan qaz sobasına alovu gür etmək üçün qazın sobaya verilişini tənzimləyən kranı açdıqda sobada parlaq alovla yanır. Reaksiyanın sürətinə təsir edən amili müəyyən edin. Biz qazın kranını açdıqca orada qaz maddəsini artırmış oluruq, yəni qatılığını artırmış oluruq. Nə temperaturu, nə fermentləri, nə katalizatoru, nə də ki maddənin səthinin sahəsini artırmırıq. O aid olacaq, A bəndi aid olacaq bərk maddələrə. Biz burada qazın belə deyək, miqdarını artırdığımıza görə bu qatılıq olacaqdır. 3-də deyir ki, yavaş sürətlə gedən reaksiyalar göstərin. Bir də sürətli gedən reaksiyalara Y-ə, yəni kağızın yanması, mərminin partlamasını göstərə bilərik. Y 2, 4, deməli 1, 3-də olacaq. Yavaş gedən reaksiyalara dəmirin paslanması, meyvənin çürüməsi. Sonra sink və H-xlor arasında reaksiya gedib, sink xlor 2 və H2 qazı alınır. Burada deyir ki, bizə hansı ifadə doğru deyil. Reaksiya 5-ci dəqiqədə başa çatıbdır. Xeyr, reaksiya 5-ci dəqiqədə başa çatmır. Gördüyünüz kimi, burada əvvəla bunu səhv yazıblar, 26-24 yox. Reaksiyadan alınan maddə miqdarı arta gedən bir qrafiklə belə deyək də təyin olunur. Yəni alınan maddə miqdarı, həcmi artır. Bu da yanlış olur. 23 falan deyə bilərik bura nəsə. 20 ilə 24 arası bir şey. 22, 23 başa düşdünüz nə demək istəyirəm? Yəni 26 yanlış cavabdır burada. Çap da səhv düşüb. Lakin biz görürük ki, 4-cü dəqiqədə artıq 24-dür. Düzdür? 5-ci dəqiqədə indi sürəti hesablasam V bərabərdir. Deməli litr kub santimetr 5-ci dəqiqədən 4-cü dəqiqəyə kimi çıxanda 0 eləyir. 5-dən də 4 çıxanda 1 eləyir. 0 1-ə böləndə 0 qalır. Yəni ki 5-ci dəqiqəyə keçməyin bir mənası olmur. Çünki sürətimiz 0-dır. Reaksiya bitib. Reaksiya harda bitib? 4-cü dəqiqədə. Reaksiyanın 5-ci dəqiqədə başa çatması söhbəti yanlışdır. Deməli, cavab olacaq A bəndi. Lakin digərlərini izah etsək, zaman keçdikcə reaksiyanın sürəti azalır. Bəli, reaksiyanın sürətinin azalmasını gəlin sübut edir. Məsələn, 1-ci dəqiqədə hesablayanda V bərabərdir. Deməli, 12 bölünsün, yəni 12 çıx 0 bölünsün 1 çıx 0. Görürsünüz, bu necə eləyəcək? 12. İndi ikinci dəqiqə üçün hesablayırıq. V bərabərdir. Deməli, 20 çıx 12 eləyir 8. 2-dən də 1 çıxanda 1 eləyir. Bu da 8 sürətlə, yəni kub santimetr bölünsün dəqiqə. Gördünüz, get-gedə azalır sürət. Məsələn, 24-ü 4-cü dəqiqəni hesablasaq, 4-cü dəqiqə özündən əvvəlki 23 götürürük də biz bunu 26 yox da 23. 24-dən 23 çıxıram, bərabər olacaq 1-ə. Deməli, 4-dən də 3 çıxanda bir gördüyünüz kimi sürət düşdü 1-ə. Aydın oldu. Yəni doğrudan da sürət getdikcə azalır. Bu düz cavabdır. Bizə səhv cavab lazımdır. Reaksiyanın hidrogenə görə sürətinin ölçü vahidi kub santimetr bölü dəqiqədir. Bəli, qazlarda kub santimetr bölü dəqiqədir. Reaksiya 4-cü dəqiqədə başa çatıb. Çox doğru. 4-cü dəqiqədə başa çatıbdı. Zaman keçir hidrogen həcmi artır, düzdür. Artmalıdır, azalmalı deyil. Ona görə yanlış cavabımız olacaq 4. 5-ci suala baxırıq. 5-ci sualda gördüyünüz kimi bərk, məhlul, qaz, maye reaksiyası maddələrə görə sürətin ölçü vahidləri verilmişdir. Deməli biz burada maqnezium deyir ki, hansı doğrudur? Maqnezium karbonatda səhvdir. Bərk maddədir. Bərk maddə kub santimetr olmayacaq. A bəndi getdim. Xlorid məhluldur. Məhlulda kub santimetr bölü dəqiqə. Sonra baxaq bir dənə bizə nə deyir bircə dəqiqə? Bizə nə deyir? Doğru variantı istəyir. Tamam. Sonra gəlir maqnezium xlorid. Maqnezium xlorid burada məhlul halındadır. Kub santimetr bölü dəqiqə. Sonra karbon qazı kub santimetr bölü dəqiqə. Suya da kub santimetr bölü dəqiqə yazıb. Biz demişik ki, qazlarda kub santimetr böl dəqiqə olacaq. Məhlulda yox, qazlara aiddir. Ona görə doğru olan variant bizdə olacaq D bəndi. 5-ci test. 6-cı testə baxırıq. Deməli bizdən nə istəyir? Reaksiya verilib. Reaksiya üçün sürətləri müqayisə elə deyir. Tamam. Müqayisə edəcəm. Müqayisə edeyim indi. Aha, bir dəqiqə bağışlayın. Reaksiya sürətini müqayisə edir. Gördüyünüz kimi birinci reaksiyanın sürəti, reaksiya başa çatma müddəti 20-dir. Ayrılan hidrogenin həcmi də 40-dır. Başa çatma müddəti 20 saniyə ərzində baş verir. 40-ı bölürəm 20-yə alınır 2. 2 kub santimetr bölünsün saniyə. Bu birincidir. İkinci üçün hesablayaq. İkincidə 50-ni bölürəm 10-a. Bu eləyəcək 5. Üçüncü üçün hesablayaq. Deməli 100-ü bölürəm 40-a. Bu da eləyəcək. Deməli 2 onda 5. Düzdürmü? Aha, indi hesablayaq. Deməli nə edirik? Müqayisə aparırıq da. Aha, ən kiçik sürətimiz hardadır? Birincidə. Sonra 1 kiçikdir 3-dən, 3 də kiçikdir 2-dən. Deməli 2. 2-dən. Aha, cavab deməli nə olacaq? 2 böyükdür 3-dən, A bəndi. O da böyükdür 1-dən. Sonra suala baxırıq. 7-ci sualda bərk maddənin səthinin sayəsini artırmaqla reaksiyanı sürətləndirmək olar. Hər iki reaksiyada bərk maddə olduğuna görə, ona görə bu cavab hər ikisinə aiddir. Yəni 1 olacaq 3-ə. Oksigen əlavə etməklə reaksiyanı sürətləndirmək olar. Başlanğıc maddələrdən hansısa birini əlavə etməklə bəli, reaksiyanı sürətləndirmək olur. Çünki biz burada qatılığı artırmış oluruq. Biz də bilirik ki, reaksiyanın sürətinə qatılıq yaxşı təsir edir. Ona görə 2 oksigen ikinci reaksiyada olduğuna görə buraya yazılır. Temperatur reaksiyanın sürətinə yaxşı təsir edir. Bilirsiniz ki, temperatur artdıqca reaksiyanın sürəti artır. Bu hər iki reaksiyaya yaxşı təsir edəcək. Ona görə bunu yazacağıq 3-ə. Reaksiya daxil olan hər iki maddəni xırdalamaqla reaksiyanı sürətləndirmək olar. Qazlara aid deyil, bu yalnız bərk maddələrə aiddir. Ona görə də 1, 4 aid olacaq 1-ə. Deməli 1-də 4,
3'də 1, 3 və 2'də də 2 cavab olacaq D bəndi. 9-cu suala baxırıq. Şəklə əsasən baş verən kalsium karbonat H-xlor məhlulu kalsium xlor-2 su və karbon qazı reaksiyasında hansı maddəyə görə reaksiyanın sürətini hesablamaq olar? Hansı maddəyə görə hesablamaq olar reaksiyanın sürətini? Baxaq. Deməli, duru xlorid turşusu var, kalsium karbonat var və burada nə alınacaqdır? Biz reaksiyada görürük ki, karbon qazı alınır və burada da qaz şübirisi verilibdir və saniyə ölçəm var. Qaz şübirisi varsa, deməli, burada qaza görə reaksiyanın, qazın ayrılmasına görə reaksiyanın sürətini biz hesablaya bilərik. Cavab olacaq burada karbon qazı A bəndi. Eyni kütləli əhəng daşı parçası kalsium karbonat müxtəlif temperaturda fərqli qatılıqlı xlorid turşusu reaksiyasına daxil olur. Müxtəlif temperatur deyirsə, deməli, yüksək temperaturda deməli, hansıdır burada baxaq və müxtəlif fərqli qatılıqlı və daha qatı məhlul olmalıdır. Ən yüksək temperaturumuz burada 60 dərəcədir, 60 duru xlor, 60 qatı xlor. Biz qatı xloru götürəcəyik, çünki qatılıq artdıqca reaksiyanın sürəti daha da artır. Qapalı qabda baş verən kalsium karbonat reaksiyasının sürətinin artmasına təsir etməz deyir. Tamam, baxaq. Kalsium karbonatın toz halına salınması bu təsir eləməlidir. Axı, çünki biz demişik ki, bərk maddənin toz halına salınır, reaksiya daha sürətli gedir. Kalsium oksidinin toz halına salınması. Kalsium oksidinin toz halına salınması mənə heç də gərəkli deyil. Niyə? Çünki bu məhsulun toz halına salınması bu istiqamətdə mənə təsir eləməyəcək. Reaksiyaya girən kalsium karbonat yəni parçalanır, soldan sağa doğru reaksiya gedir və mənə başlanğıc maddəni xırdalamaq lazımdır ki, reaksiyam sürətlənsin. Kalsium oksidinin toz halına salınması mənə bu istiqamətdə gedən reaksiyaya heç bir təsir yoxdur. Ona görə də 2 cavabım ola bilər, yəni o cavabımdır. Karbon qazının qatılığının artırması. Yenə karbon qazının qatılığını artırmaq mənə bu istiqamətdə, yəni soldan sağa gedən reaksiyaya görə mənə lazım deyil. Karbon qazının qatılığını artırmaq o zaman olar ki, reaksiya karbon qazı istiqamətində yox, əks istiqamətdə baş verərdir. Bəli, başlanğıc maddələrin qatılığını artırmaqla reaksiyanın sürətini artırmaq olardı. Biz demişdik ki, qatılığı artırdıqca toqquşmalar sayı artır və toqquşmaların sayı artması ilə də belə deyək də reaksiyanın sürətlənir. Ona görə burada qatılığın artmasına yaxşı, yəni təsir olmayacaq qatılığın artması 3-də. Həmçinin deməli 2, 3 mənim cavabımdır. Temperaturun artması isə əlbəttə ki, yaxşı təsir edəcək, çünki reaksiya temperatur yaxşı təsir eləyir. Cavab olacaq burada 2, 3 C bəndi. Davam edirik 12-ci sualdan. Katalizator yalnız, burada deyir ki, doğru ifadəni müəyyənə. Katalizator yalnız reaksiyanı sürətləndirir. Xeyr, reaksiyanı zəiflədən katalizatorlar da var. Aha, bərk maddənin toz halına salınması reaksiyanın sürətini artırır. Bu düzdür. Bərk maddənin toz halına salınması reaksiyanın sürətini artırır. Qatılığın dəyişməsi reaksiyanın sürətinə təsir etmir. Xeyr, bu səhv maddədə təbii ki, səhv variantda təbii ki, qatılığın dəyişməsi sürətə təsir edəcək. Qatılığın artması sürətə yaxşı təsir edir. Dəmirin paslanması çox sürətlə gedir, çox sürətlə getmir. Xeyr, temperaturun artırılması reaksiyanın sürətini azaldır. Xeyr, temperatur reaksiyanın sürətinə yaxşı təsir göstərir. Bu səhv variantda, bu da səhv variantda. Cavabımız olacaq burada B bəndi 12-də. 13-ə baxırıq. 24 saniyə ərzində 120 kub santimetr hidrogen almışdır. Bu reaksiyanın orta sürətini tapın deyir. V orta bərabərdir. Reaksiyası alınan maddənin belə deyək, həcmi, yəni 120 kub santimetr bölünsün 24 saniyə zamana. Cavabımız olacaq burada 5. Deməli, kub santimetr bölünsün saniyə. Aha. Baxırıq 14-cü suala. Verilmiş reaksiya əsasında sinq lövhə, deməli, cədvəldə zaman intervalı ona uyğun hidrogen həcmi verilmişdir. 3-cü dəqiqədə ayrılan hidrogen həcminin əsasən sürəti hesab edilir. Tamam. 3-cü dəqiqəyə görə biz bu reaksiyada sinq bərk maddəsinin xlorid turşusu reaksiyasından gördüyünüz kimi hidrogen ayrılır. Və 3-cü dəqiqədə ayrılan hidrogen həcminin əsasən sürəti tapılır. V bərabərdir. 3-cü dəqiqə olanda özündən əvvəlkini çıxıram. 3 çıx 2. Həmin dəqiqədəki kub santimetr deməli hidrogen həcmini 26-dan 20-ni çıxıram. Bu da 6 eləyəcək. 3-dən 2 çıxıram. 1, 6. Bu da eləyəcək 6 kub santimetr bölünsün saniyə. Cavabımız oldu burada 6 kub santimetr bölü dəqiqə, üzr istəyirəm. Cavablar dəqiqə ilə bir. Aha. 15'ə baxırıq. 15'də deyir ki, hansı vahidlərlə kimyəvi reaksiyanın sürətini ölçmək olar? Deməli, ya kub santimetr bölü dəqiqə ola bilər, ya qram bölünsün saniyə ola bilər, ya da ki, kub santimetr bölünsün saniyə ola bilər. Yəni, belə deyək də, bərk maddəni qram, qazları isə kub santimetr bölünsün dəqiqə və ya saniyə ola bilər. Burada isə kilometr bölü dəqiqə sürət, yəni fizikadakı sürət, metr bölü saniyədə eyni ilə fizikada keçdiyimiz sürətdir. 16. Belə deyək, deyir ki, burada sürətin necə, bir dəqiqə, sürəti necə artırmaq olar? 16-da. Sürəti necə artırmaq olar? Sinki xırdalamaqla, bəli. Sinki xırdalamaqla. Sinkin kütləsini azaltmaqla, xeyr. Kütlə azalmaq bizə yaxşı təsir edəməyəcək. Onun miqdarını azaldacaqsan, daha da toqquşmaların sayı azalacaq və reaksiya zəifləyəcək. Temperaturu azaltmaqla, xeyr. Temperaturu azaltmaq reaksiyanın molekular hərəkət sürətini azaldır, toqquşmaların sayı azalır və reaksiya zəifləyir, sürəti azalır. Temperaturu artırmaqla, bəli. Cavab olacaq 1, 4. Davam edirik 17-ci sualın. Burada uyğunlaşdırmalıyıq. Katalizator inhibitor ferment. Reaksiyanın sürətini dəyişən, lakin sərf olunmayan maddə katalizatordur. Yəni reaksiyanın sürətini dəyişir, orada sərf olunmur. Necə var, yenə çıxır reaksiyanın sonunda, amma aranı qızışdırır. Buna deyirlər katalizator. Canlı orqanizmlərdə gedən reaksiyaları sürətləndirən fermentlərdir. Reaksiya məhsuludur. Burada reaksiya məhsulu baxın yoxdur. Reaksiyanın sürətini azaldan inhibitorlardır. 2.
Baxırıq 18-ci suala. Laboratoriyada təcrübə aparan təcrübəçi ayrılan qazın həcminə görə reaksiyanın sürətini ölçmək qərarına gəlir. Bunun üçün isə o dəmir üzərinə xlor turşusu əlavə edilir. Sınaq şüşəsinin qazabarın boru vasitəsilə şprislə əlaqələndirir. Zaman keçdikcə şprisin porşeni şəkildə göründüyü kimi sağa doğru hərəkət etməyə başlayıbdır. Deməli, yavaş-yavaş gördüyünüz kimi gedib və bu vasitələ şpris deməli sağa doğru gedib və müəyyən bir müddət keçdikdən sonra porşen hərəkət etməyib. Aha, müəyyən bir yerdə dayanıb gördüyünüz kimi. Porşenin hərəkətini əsaslandırın, tamam, və buna səbəb olan reaksiya tənini yazın. Porşenin hərəkəti ona görədir ki, reaksiya nəticəsində qaz əmələ gəlir. Qaz aparan boru vasitəsilə isə həmin o boru şprislə birləşdiyinə görə qaz bura təzyiq edir. Yəni qaz bura dolmağa başlayır. Və müəyyən müddətdən sonra bu niyə dayanır? Bu hərəkət niyə zəifləyir? Çünki qazın alınması artıq bitib, yəni maksimum dərəcədə alınıb və reaksiya dayanıb. Yəni artıq alınmır qaz. Onda porşen də dayanıb müəyyən yerdə. İndi reaksiyamızı yazaq. Deməli, bunun üçün dəmirin üzərinə, feriumun üzərinə H xlor gəlir. Burada ayrılan qaz gördüyünüz kimi hidrogendir. Hidrogen qazı ayrıldıqca bax bu şprisi müəyyən yerə qədər itələyir porşenini. Və ferium xlor 2 əmələ gəlir burada. Okey. Bildik. İndi 19'a baxaq. Deyir ki 30-60 dərəcədə baş vermiş reaksiyaları göstərin. Tamam. Gördüyünüz kimi reaksiya ayrılan qazın həcmi birincidə daha çoxdur, ikincidə daha azdır. Deməli birincidə 60 dərəcədə, ikincidə isə 30 dərəcə Selsidə baş verir reaksiya. Çünki qazın ayrılması daha çox baş verir, daha temperatur yüksək olanda, belə deyək də sürətlə baş verir reaksiya orada. Baxırıq indi 20-ci suala. 20-ci sualda nə istəyir? Reaksiyada ayrılan karbon dioksidin həcminə və saniyə ölçəninin göstəricisine əsasən reaksiyanın sürətini kub santimetr bölünsün saniyə hesablayın. Tamam. Biz baxırıq burada qazımız şpirtdə 80 kub santimetr alınıbdır. Həmin saniyə intervalı isə gördüyünüz kimi 10 saniyədir. Deməli reaksiyanın sürəti V bərabərdir 80 kub santimetr bölünsün 10 saniyə. Bu da bizdə eləyəcək 8 kub santimetr bölünsün saniyə.